çalışırsan deyəcək ki, nəfəsdir də, alırıq, veririk. Burada nə var ki? Biz insanlar aldığımız nəfəsi adiləşdirmişik. Lakin həyat məhz iki burun dəliyindən girən və çıxan hava ilə başlayır və bitir. Bəs sizə desəm ki, bütün fiziki və psixoloji xəstəliklərin əsas tətikləyici qüvvəsi məhz düzgün nəfəs almamaqdır. Onda necə? Və xeyr, söhbət sadəcə ağciyər və bronxial xəstəliklərdən də getmir. İlk başda nəfəs bütün bədəndə qan və oksigen dövranını tənzimləyir. Yəni, məsələn, miqren, bədən temperaturunun aşağı olmasından tutmuş, ürəyə və beyinə yetərli qədər qan və oksigenin çatmaması, qaraciyərin öz təmizləmə funksiyasını düzgün yerinə yetirə bilməməsi və yeni hüceyrələrin yaranmamasına qədər bir çox problem, xəstəlik məhz düzgün nəfəs almamağın nəticəsində meydana gəlir. Hətta qadınlarda aybaşının ağrılı olması, gecikməsi və digər bununla əlaqəli problemlərin yaranmasının da əsas qaynaq səbəblərindən biri elə düzgün nəfəs almamaqdır. Çünki düzgün nəfəs almayanda çanaq bölgəsinə yetəri qədər qan və oksigen dövr eləmir ki, bətində öz işini düzgün qura bilsin. Və bəli, nəfəs praktikaları ilə bütün bu saydıqlarımı aradan qaldırmaq mümkündür. Eyni zamanda pasiyentlərdən ən çox eşitdiyim şikayətlərdən biri negativ fikirlərdən əziyyət çəkmə, depressivləşmə, anksiyetə və panik atak, bunlar da nəfəsin düzgün tənzimlənməməsinə bağlıdır. Çünki beyinə yetəri qədər qan və oksigen dövr eləmədiyi üçün bizim əhval-ruhiyyəmizi yüksək saxlayacaq, depressivləşməyimizin qarşısını alacaq, kimyəvi maddələrin də yaranması zəifləyir. Bir insanın necə nəfəs alıb verdiyini izləyərək onun həyatı haqqında bir çox şey deyə bilərəm. Ona görə də terapiya proqramlarında ən birinci tətbiq etdiyimiz alətlərdən biri nəfəs praktikalarıdır. Məsələn, nəfəs dərslərinin birində bir dəfə pasiyentim, mən artıq ona praktikanın necə gedəcəyini izah edərkən dedi ki, Sona xanım, mən bunu eləyə bilməyəcəm. Dedim, gəlin başlayaq, görək nə alınır. Və o hər dəfə praktikanı etdikcə, texnikanı davam etdikcə içində bir mübarizə verirdi. Bunu mənə sonra danışdı. Orada nəfəs praktikası bir neçə raunddur. 2, 3, bəzən 4 raund, bəzən 5 raund. Və hər dəfə təkrar elədikcə, raund artdıqca zehin deyir, mən bacarmayacam, alınmayacaq. Lakin insan o fikirlərə rəğmən davam edəndə, məndə alınacaq deyəndə, daxilindəki gücü kəşf eləyir. Həyatda da belə deyilmi? Bir hədəfimiz olur, ona gedən bir yolumuz var. Və o yolda qarşımıza əngəllər çıxır. Zehin nə edir? Məndə alınmayacaq. Və məhz biz öz daxili gücümüzlə bütünləşmiş olanda, yox, məndə alınacaq deyirik. Baxın, nəfəs praktikaları həm də buna xidmət eləyir. İnsanı içindəki o güclə bütünləşdirir. Və sonra həmin şəxs praktikada göstərdiyi nəticəni həyatındakı proseslərdə göstərir. Mən pasiyentimə, sən hər şeyi bacararsan, səndə alınacaq, sən çox güclüsən, çox deyə bilərəm. Lakin 15-20 dəqiqəlik bir nəfəs praktikası ərzində onun özü onu təcrübə eləyəndə bu artıq tamam başqa bir effekt verir və heç bir əlavə sözə ehtiyac qalmır. Çanaq bölgəmizdə toplanan bir həyat enerjimiz var. Sanki bir yanacaqdır. Ona seksual enerji də deyirik. Biz hər dəfə xüsusi nəfəs praktikaları ilə o enerjini alovlandırırıq, hərəkətə gətiririk. Sonra o qalxır beyinə. Beyində isə xüsusi kristalları aktivləşdirir və məhz o kristallar bizim sağlam qalmağımızdan tutmuş, həyatdakı hədəflərimizi həyata keçirməyimizə qədər bir çox şeyə qərar verir. Yəni, o seksual enerji insana sadəcə həzz və reproduksiya üçün verilməyib. Hətta deyərdim ki, bu ikisi ən son yerdədir. Bir daha vurğulayıram. Söhbət xüsusi texnikalarla edilən nəfəs praktikalarından gedir. Və sual verə bilərsiniz ki, Sona, o zaman biz bütün günü bu cür mü nəfəs almalıyıq? Xeyr. Sadəcə gündə 15-20 dəqiqə, kimisi 30 dəqiqə də edə bilər.
Bu praktikaları həyatına, rutininə daxil etmək bir çox müsbət dəyişiklikləri sənə gətirəcək. Elə nəfəs texnikaları var ki, onları günün birinci yarısı, xüsusilə günə başlamadan əvvəl etmək lazımdır. Və onlar bir fiziki idman rolunu oynayırlar. Metabolizmanı sürətləndirir, bədəndə məsələn şişkinlik varsa onu aradan qaldırır və əlbəttə ki, arıqlamağa da kömək eləyir. Elə praktikalar var ki, onlar məhz gecə yatmadan əvvəl olunmalıdır. Yuxunu dərinləşdirmək və keyfiyyətini artırmaq üçün. Lakin bu sadəcə saydığım kiçik bir hissəsidir. Düşünün, bu texnikalar yuxu dərmanlarını, antidepressantları və digər bir çox xəstəliklər üçün nəzərdə tutulan dərmanları əvəzləmək gücündədir. Hətta o dərmanların göstərə bilmədiyi nəticəni göstərir. Və bu artıq bütün dünyada öz sübutunu tapmış faktdır. Bundan öncəki videoda nəfəsin necə işlədiyini izah etmişdim. Aşağıdakı linkdən keçid edib izləyə bilərsiniz. Biz nəfəs dərslərində insanın o anki ehtiyaclarına uyğun olaraq texnikaları seçirik və onların əsasında bir proqram qurulur. Deyək ki, terapiya 1 ay davam edir. O insan artıq 1 ay terapevtlə işlədikdən sonra, hətta dərsləri dayandırmış olsa belə, o qədər hər şeyi hər tərəfli öyrənir ki, özü sərbəst şəkildə həyatında onları etməyə davam edir. Əsas odur ki, özünə zaman verəsən və tələsmədən, disiplinlə fərqindəliyini artıraraq davam edəsən. Bugünlük məndən bu qədər. Videonu bəyənib, yaxınlarınızla paylaşmağı və rəy yazmağı unutmayın. Daha fərqli kontent üçün məni Instagramda izləyə bilərsiniz. Hələlik.